Hər vaxtınız xeyir olsun. Bizim kanalın izləyiciləri, sizin hamınızı salamlayıram. Yenə həmişəki kimi hər həftə sonu dediyim kimi sizə bir yeni video çəkmişəm. Orada sizin suallarınızı nəzərə alaraq inşallah fikirləşdim ki, bir video düzəldim. Bu da sizin yəqin ki xeyrinizə olar. Bu videoda biz ov tüfənglərindən danışacağıq. Ov tüfənglərinin atış məsafəsi, ov tüfənglərində çokların vəziyyəti və ov tüfəngi sizə uyğundurmu və yaxud uyğun deyilmi? Hər kəs atış deyəndə birinci növbədə əskərlikdə olduğu kimi, hərbi xidmətdə olduğu kimi, yəni beynində belə bir düşüncə formalaşır ki, atış deyərkən silahı birbaşa hədəfə doğruldu, yavaş-yavaş tətiyi basmaq istədim. Onu da göstərim ki, yəni bu silahımız boşdur, tamamən silahlarımız boşdur. Əsas yəni təhlükəsizlikdir, sonra ovdur. Yəni hamının fikirləşdiyi kimi, əskərlikdə olduğu kimi yivli tüfənglərlə hamar tüfənglərdə atış fərqi var. Yivli tüfənglərdə hədəfi tutursan və barmaq yavaş-yavaş knopkaya basılır. Knopkaya basılanda, yəni onun nə vaxt ateş açacağı bəlli olmadığına görə yivli tüfənglərdə əsas nədən söhbət gedir? Orada sizin mişeni tutduğunuz hədəfi qaçırtmamaq şərti ilə nəfəsi saxlayıb və yavaş-yavaş tətiyə basmalısınız ki, sizin hədəf oynamasın. Ancaq ov tüfənglərində isə tam fərqlidir. Ov tüfəngləri yəni qırma atdığına görə dəqiq mişeni yəni üstünə tutuzdurmaq lazım deyil, ehtiyac yoxdur. Bu tüfənglərdə yəni hansısa hədəfi gördükdə birbaşa ateş açmaq lazımdır ki, barmağı naxadı basmaq lazımdır tətiyə ki, sən orada vaxt itirməyəsən və hərəkət edən hədəfləri rahatçılıqla vurasan. Bəzi adamlar silahı bu şəkildə tutur. Bu şəkildə tutduqda, qundağın altından, bu arpacıda tutduqda, bu onun əlinin hərəkət eləməyinə biraz mişatçılıq eləyir. Əslində ov tüfənglərində bu barmaqlar, 3 barmaq altdan tutulur və bu bir barmaqla qabağa, yəni belə tutulur silah ki, hansı ki bu barmaq da sizə o hədəfi elə bil ki barmağınızla nişan göstərirmiş kimi sizə göstərir. Ov tüfənglərində nişan almağa ehtiyac yoxdur. Sadəcə hədəfin üstünə doğruldu. Əgər hədəf hərəkət eləyirsə, hədəfin sürətinə uyğun biraz qabaqlayıcı götürmək lazımdır ki, ateş açanda hədəf də həmin sürətlə gəlib, həmin qabaqdan atdığın ateşə dəysin. Və bu silahları alarkən hamının çətinlik çəkdiyi bir məsələ var ki, bu silah mənə uyğun deyil. Mən bu silahla ata bilmirəm. Mən bu silahı almışam, bahalı silahdır, ancaq mən əlim gəlmir, o silahla daha rahat atırdım. Yəni bunlarda da əsas qundağın, silahın sizə uyğun olub olmamasıdır. Yəni ola bilər bahalı silah alarsınız, bunun heç bir əhəmiyyəti yoxdur. Elə bil ki, gedib bir firmadan maşın almışsınız, yenə də o sizə lazımdır ki, orada güzgüləri regulovka edib düzəldəsiniz, sirenini özünüzə görə düzəldəsiniz. Yəni rahatçılığınız üçün maşında da bəzi şeylər elədiyiniz kimi silah da alandan sonra silahda da qundağın uzatmaq, balacalaşdırmaq, sağa sola əymək, aşağı yuxarı eləmək lazımdır ki, bu da sizin atış effektivinizi daha da artırsın. Buna görə yəni bu silahlar, bu Rus istehsalı olan silahdır. Bunların bu hissəsində yeri yoxdur deyə, bunu zavodskoy belə əlavələr qoyulmadığına görə, pastavkalar olmadığına görə biz bunu özümüz düzəltdirmişik ki, bu tüfəng bizə uyğun olsun. Çünki bu silahda, yəni silah əgər qundaq uzun olarsa, haradasa bax belə dayanacaq. Belə məsafədə üz-üzə qundağı söyküyüb baxdığınızda haradasa uzaq olacaq sizdən. Və yaxud qundaq qısa olanda gəlib belə bu vəziyyətə çıxacaq ki, bu da sizin hədəfi vurmaq, hədəfi görməyiniz üçün daha çətinlik yaradır. Normalda, əslində, silahı tutursunuzsa üzünüzə, silahla bu əl barmağınız, təti arasındakı barmaq 2 barmaq olmalıdır, burunla sizin bu məsafə. Əgər bu 2 barmaq məsafədən uzaqdırsa və yaxındırsa,
həqiqətən də sizə hədəfi vurmaq çətinləşəcək və sizə hər orada çətinlik yaradacaq. Bu silahdan əlavə, qoyaq bu silahı qırağa. Bizim 5 açılan silahımız var ki, bütün 5 açılan silahların çoxsunda qundaqla gövdənin arasında belə pastavkalar qoyulur, əlavə artırmalar qoyulur. Bu da nəyə görədir ki, silahın qundağını uzadıb və yaxud yaxınlaşdırıb və yaxud sağa sola əymək üçündür ki, sizin, bunu da göstərir ki, bu da silahımız boşdur tamamilə, yəni hər bir halda silahımızın boş olduğundan əmin olmalıyıq. Bu pastavkalarla siz qundağı sağa sola əyirsiniz və aşağı yuxarı əydikcə bu sizə rahatçılıq gətirir. Mən bir balaca orada özümüz eləmişik. Burada isə bu silahı alanda çox 5 açılan təzə model silahlarda burada əlavə pastavkalar verilir ki, bu pastavkalardan arxadan bunu açırsınız. Bu 2 dənə bolt var, şurup var. Onu açırsınız. Uzun atverka ilə bunu açıb qundağı çıxardırsınız. Qundaq çıxandan sonra burada pastavkaları özünüzə uyğun qoyursunuz ki, sizin rahatçılığınız olsun. Yəni tüfəngi özünüzə bir hədəf seçirsiniz. Elə bir atış məsafəsindən götürürsünüz ki, normal bir hədəf seçirsiniz və üzünüzə diriyib həmin hədəfi tutursunuz. Əgər bir nəfəsdə ki, həmin hədəfi tutdunuz, göz və bunun üstü, silahın lüləsi tam ucundan. Əgər hədəf bir nəfəsə düz dayanırsa, sizin tüfəng sizə uyğundur. Bayaq göstərdiyim kimi, o silahda da, bu silahda da barmaqda, təti ilə barmaq məsafəsi və üzünüzə sıxdıqda burada 2 barmaq burunla əlin arasında 2 barmaq qalmalıdır ki, bu silah sizə tam uyğun olsun. Biz çox ovlarda, çox videolarda da görmüşük ki, bəzi insanlar ova gedərkən, yəni uçan hədəfləri, yəni nişan almadan belə tutur və belə atdığını görmüşük. Yəni çox videoda mən görmüşəm, yəni ki, siz də görmüşsünüz ki, hansı hədəfi görən ovçular və yaxud həvəskarlar belə ateş açır, quşa belə ateş. Belə ateş açmaq heç də düzgün deyil. Silahı tam hazır vəziyyətə gətirib, üzünüzə söyküyüb, bunun burada yanaq hissəsinə, üzü söyküyüb, əgər siz mişeni görmürsünüzsə, bu hissə ilə bu hissə tamamlamırsa gözünüzü, siz həmin hədəfi əsasən də uçan quşları vurmaq ehtimalınız təmiz sıfıra bərabərdir. Buna görə də heç tələsmək lazım deyil. Hansısa bir hədəfi görərkən birinci növbədə silahla məşq eləmək lazımdır. Silahla məşq eləmək lazımdır ona görə ki, olmadığı silahı birinci növbədə üzvüzə doğrulmağı bacarasınız. Yəni silahın üzvüzə doğrultduqda, söykədikdə bu məsafə ilə o məsafə düz görmürsə hədəfi, yəni ehtiyac yoxdur ki, hansısa bir heyvana və yaxud quşa ateş açasan, o belə ateşdə heç vaxt heyvan vurmaq, quş vurmaq düzgün deyil. Birinci növbədə uçan hədəfi gördükdə silahı düzgün doğru vəziyyətdə çiyinə söykürsünüz və üzvünüzü qundağın sol tərəfinə diriyib və hədəfi gözdə gəzdiririk. Hədəfi gördükdən sonra uçan hədəfin bir balaca qabağına keçirdikdən sonra ateş açmaq lazımdır. Ateşi də ki, naxadı barmaqla tez basmaq lazımdır ki, yəni ateş açılsın. Yavaş-yavaş yivli tüfənglərdə olduğu kimi tətiyi yavaş basmaq lazımdır. Yəni ov tüfəngində silahda nişan almağa çox ehtiyac yoxdur. Bu bayaq da dediyim kimi 3 barmağı aşağıdan tuturuq və bu barmaq nişan göstərir hansı hədəfi isə elə bil ki barmağınızla hədəfi nişan alırsınız. Və bir dəfiyə, yəni nişan almadan naxadı, tətiyi basıb ateş açmaq lazımdır. Hədəfi gördükdə biraz qabaqlayıcı, hədəf hərəkət edirsə, yox hədəf dayanırsa ona nişan alıb bir dəfiyə ateş açmaq lazımdır. Və biz silahın bizə uyğun olub olmaması üçün indi sizə göstərirəm, gözümü yumacam, inşallah tutacam tüfəngi və baxacam, görəcəm ki, bu uyğundur, bu silah mənə ya yox. Gözümü yumuram, tuturam və gözümü açıram. Həqiqətən də baxıram ki, silah düz gözüm həmin xəttin üstündən, mişenin üstündən düz göstərir. Siz də görürsünüz də, bəli, buradan tam görsənir. Yəni, burada evdə bir-iki dəfə yoxlayın, hədəf seçin, gözünüzü yumun və silahı tutun. Silahı tutduqdan sonra baxın, gözünüzü açın, görün, düzdür, ya düz deyil. Əgər gözünüzü açdıqda sizin gözünüz
mişenlə tam yuxarıda nişangahla düz göstərirsə, значит siz hədəfi düz görürsünüz və silah sizə uyğundur. Silahla rahat atəş aça bilərsiniz. Və gələk çataq bunun uç tərəfində, və burada göstərim. Uç tərəfində bunun çoklar var. İndi onlar da elə yerə qoymuşam ki, şkafda onları tapa bilmirəm. Bunlar açanı var. Buradan bunu açırsan baş tərəfin. İçində bunların təzə gələn 5 açanların çoxsunda çok var. Çok deyirlər ona. 1-dən 4-ə və yaxud 5-ə kimi nömrələr olur. Bir nömrə daha dardır. Getdikcə 2, 3, 4, 5 tüfəngin ucunda çox enlənir. Bu da ona görədir ki, yəni daha aşağı çoklar 1, 2 patronu uzaq məsafəyə atmaq üçündür. Yəni sizin qırmanız yaxın məsafədə açılmır. Sıxır, ucu dardır, sıxır, patronu daha uzaq məsafəyə vurur və uzaq məsafədə patron açılır. Hər mərtəbə artdıqca 2, 3, 4, 5-ci çoklarda isə ağzı daha enlidir. Yəni yaxın məsafədə sizin patronu, qırmanı səpə bilir. Əgər bir nömrə 50 metrədən uzaqda açırsa qırmanı, 5 nömrə hardasa 20 metrdən qırmanı açır, səpir dağıdır. Yəni bunu da nəzərə alın. İnşallah hansı ova gedirsiniz, hansı ovlara gedirsiniz, inşallah ona uyğun, yəni çoklarınızı seçin. Əslində tək güllə üçün heç vaxt məsləhət görülmür ki, aşağı çoklardan istifadə edəsiniz, 1, 2 nömrədən. Əsasən çalışırlar 4, 5-dən istifadə olunsun. Yəni onun belə yaxşı tüfəngdirsə heç bir ziyanı olmaz. Mən öz tüfəngimlə çox atmışam bir nömrə çoklar. Ancaq tüfəngi əlbəttə ki, gücə salır. Tək güllə qırma olmadığına görə, bu gəlib bu uc tərəfdən sıxılaraq çıxdığına görə biraz təzyiqi artır, burada təxməni artır, zatvoru zadı biraz ziyan edir. Ancaq yenə də siz çalışın ki, yuxarı çoklarla tək gülləni atasınız ki, o da sizin tüfəngimizə çox ziyan eləməsin. Hələlik bu qədər. Nə suallarınız olsa, nə üzr istəyirəm, nə sözləriniz olsa yazarsınız. Bacardığım qədər gec də olsa, tez də olsa çalışıram suallarınızı cavablandırım. İnşallah çalışıram hər həftə sonları sizin üçün yeni videolar çəkim. Üzü yaya getdikcə balıq videolarımız olacaq, silah videolarımız olacaq. İnşallah gələn həftə planlaşdırıram ki, bizim tir tüfəngimiz var. O tir tüfəngi ilə yoxlayaq, görək tir tüfəngi həqiqətən nə gücə malikdir, atacaq məsafəsi nə qədərdir, nələri deşə bilir, nə məsafədə hansı hədəfə vura bilir. İnşallah gələn həftə bunlar haqqında video çəkəcəm. Sağ olun, kanalda qalın və bizi izləməyə davam edin. Hələlik bu qədər.